Və həftənin ilk 3 günü bitdi. Mən isə artıq evdəyəm. İndi isə biraz evin səsini eşitməyin vaxtıdır. Əllərimi yuyuram və birbaşa mətbəxə keçirəm. Ağ köynəklə yemək bişirmək risklidir, amma marağı elə bundadır. Soyuducunu açıram və tərəvəzləri götürüb yaxşıca yuyuram. Suyun o səsi nədənsə adamı sakitləşdirir. Əvvəla paprikanı, daha sonra isə pomidoru doğrayıram. Bıçağın taxtaya dəyən o səsi ayrıca bir terapiyadır. Qazan isə artıq isinib, yağı əlavə edirəm, ardınca isə qiymə əti. Mətbəxdə o tanış qoxu yayılmağa başlayıb artıq. İndi isə növbə tərəvəzlərdədir. Rənglər qarışdıqca yemək də özünü göstərməyə başlayır. Duz və istiot. Bunları isə gözə yağ əlavə etmək kifayətdir. Spagettini isə 2 yerə qırıram. Buna görə çox insan məni qınaya bilər.